Quba şəhər 7 nömrəli tam orta məktəbin direktoru Paşa Süleymanov uzun illərdir ki, təhsil sahəsində səmərəli fəaliyyəti, məsuliyyətli rəhbərliyi və nümunəvi müəllim-şagird münasibətlərinə verdiyi xüsusi önəmlə seçilir. Onun rəhbərliyi altında məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, sağlam mənəvi mühitin formalaşdırılması və müasir təhsil tələblərinə uyğun idarəetmə prinsiplərinin tətbiqi uğurla həyata keçirilir. Paşa Süleymanov təhsilin inkişafını cəmiyyətin gələcəyi kimi dəyərləndirən rəhbərlərdən biridir. O, müəllim kollektivinə daim dəstək göstərir, onların peşəkar inkişafına xüsusi diqqət yetirir, məktəbdə qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin qorunmasına çalışır. Şagirdlərin bilikli, vətənpərvər və əxlaqlı gənclər kimi yetişməsi onun əsas hədəflərindən biridir. Direktorun təşəbbüsü ilə məktəbdə müxtəlif tədbirlər, bilik yarışları, vətənpərvərlik mövzusunda görüşlər və sosial layihələr həyata keçirilir. Bu da şagirdlərin dünya görüşünün genişlənməsinə, ictimai fəallığının artmasına müsbət təsir göstərir. Valideynlər və ictimaiyyət arasında Paşa Süleymanov səmimiyyəti, obyektivliyi və prinsipal mövqeyi ilə hörmət qazanmış bir təhsil rəhbəri kimi tanınır. Onun fəaliyyəti Quba şəhərində təhsilin inkişafına dəyərli töhfə kimi qiymətləndirilir. Paşa Süleymanova gələcək fəaliyyətində uğurlar arzulayır, ölkəmizin təhsil sisteminə verdiyi töhfələrə görə təşəkkür edirik.